Sağlık saadettir, saadeti yaşadalım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Verilişimiz devam ediyor. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Üstümüzden geçti külek, üstümüzden geçti külek, şen zarafat şirin kelek. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar reyek gülek. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar reyek gülek. Üstümüzden geçti külek, üstümüzden geçti külek, şan zarafat şirin kelek. Biz mehriban aileyik, biz mehriban aileyik, gelin dostlar reyek gülek. Biz mehriban aileyik. Yağdıran mehribanlık ışığıdır, məhəbbətle yanan çırak. Xan bəy, səni təbrik edirəm. Sən naib dedin, tək Əliyevlərin deyil, elə hamımızın axsaqqalı sənsin. Bu nəsildə elə axsaqqalı. Sən sağlıqsın, biz səni təbrik edirik. Allah qismət eləsin, bu yaşından sonra balaca Emil bəyə də bir bəy eləyəcək. Ondan sonra Allah verən ömrü xoşbəxt yaşayasan. Allah korusun. Allah sağlam ömür qismət eləsin. Təbrik edirəm. Allah'ım, mən də sən qeydin da sən Arada oynan hep biz de düşekte götür. Bu ne hürmet? Sen pis yere kesmişsin, çattıramır. En yaxşı kadrlar yiyen yerdir. Ya vilkan götürər və güəkin şey etsin. Zərafət edirəm, nə bil. Ne bileyim mal eti burada. Altı var altta. Altta var. Ha, çabuk, şu kuzu var. Kuzu orada deyil. Kuzu orada değil. Kuzu değil burada. Kuzu yok, həqiqi kuzu orada deyil. Onu biz bir yerdə edirdik, pişirəndə kuzu başqa qazandadır. Kaç oldu? Deyir ha. Təcrübə konuşuyor. Bilir daha uşak bilir. Oradaydı ama pişəndə yanında. Ha, sen o, ha. Qımışır nəsə bax. Çəkənir. Bir de gördün ne diyor? TikTok'u birbaşa yüklenir. Canlı gelir. Ne? Bir kazantı olsaydı Türkler de bunu kazanmıştı. Deriz ki hepimiz kazanlardan Türkler. Şurada götürdük. Sonra da bunu. İstəkanı mən daxil yapıyorum. video çəkirsən. Değerli insan, güzel əmim, həyətimizin ağsaqqalı, sevimlimiz, Allah Taala'dan bütün məclis alından, yəqin ki, mənə icazə verərlər danışmağa. Sizə uzun ömür arzulayıram, can sağlığı arzulayıram. Allah Taala'dan arzu edirəm ki, ürəyində nə qədər arzun, istəyin, niyyətin varsa, Allah hamısını həyata keçirsin. Allah həmişə səni başı uca eləsin. Nəslimizin üstündən əksik olmayasan. Necə ki, həmişə bir məclisdə, bir hansısa məkanda, yerdə fərqi yoxdur. Bizim Qəniyevlər nəslinin adı çəkiləndə həmişə üzümüz ağ olub. Həmişə ürəyimiz açılıb. Geniş ürəklə məclislərə gedəndə fərəh duymuşuq, fəxr duymuşuq. Arzu edirəm ki, bütün bu gənclər də həmin yolu davam elətdirsinlər. Və sizin böyüklüyünüz də bizim üzərimizdən əksik olmasın. Səni bir daha təbrik edirəm əmi. Allah xeyirli ömür versin. İcazə verirsənsə səni bir yaxşı qucaqlayım.
Gözler. Buyurun da Tamam. Sen ne zaten? Sen ne? Ha? Sen ne? En ağlamanın nöqtəsi oldu. Açarsan gel sen yanına. Olmuş boğazından şifaya kazanır. Kandan sıkanlar yoktur. Ondan güzel. Ama onu gizli niye değilsen onu? Şu an olsa Elxan çəkir. Elxan siyasetten var. Ne məlumat idi o? Deyirəm bəlkə. O kadın verirsen ben de satırım. Sən sizəydir. Diqqət. Burada deyilən bütün xoş sözlərə mən də şərikəm. Valla nə qədər desək də Hamid əmi üçün az olacaq. Nə qədər desək az olacaq. Mən əvvəlcədən, mən öz yerimdən deyirəm ki, mən bütün dostlarıma, qardaşlarıma, yaxınlarıma mənim əmim kimi əmi arzulayıram. Şükür Allaha ki, Allah Teala bizə belə bir insanı, böyük ağsaqqal, həm qardaş, həm dost, Hamid əmi ilə həm əmi-bala olmuşuq öz yerində. Bizim sözçülüyümüz də olur hərdən, dağda, dərədə. Hamid əmin sözçülüyü buradan daha yaxşıdır, daha maraqlıdır. And olsun Allah, niyə aparır? Hamid əminlə Gətirdiklərindən görə. hər şeyi unutur, adam gətirməyin nədir? Əmi, İçməyənə pəpə yox. nə xoş ki sən varsan. Allah'tan. Nə xoş ki sən bizim əmimizsən. Sən həqiqətən də bizə həm əmi olmusan, həm qardaş olmusan, həm dost olmusan. Sən bizim üçün bir mayak olmusan. Lap uşaqlığımızdan bu günkü günə qədər hələ də elədir. Ana seninle dövüşmüşəm. Mənə hətta bəli. Hamid əmməylə Səncərdə bir yerdə oldu. Mən Səncər yoldaşım. Siz asker yoldaşsınız ya. Bu gün həmin 80 manatın 40 manatına düşürəsən. Hər ayda bir Özün dedin ha. O qədər Özün dedin ha. Sənə uzun artıracaq. Onu çəkdim bu işler. Ne sen de almışsın? Yo, 80'da bu ildən keçmiş. Bu ildən 25. 26'dan ha. Ne sen de almışsın? İndi ekibə bura 25 alırdıq, indi bir 26'dan 80'da keçmiş. Nerem Özün etiraf elədin ha. Hadi gel orada. İçkili başa verilən söz. Mən kərə oy verə bilərəm, o müşkülərə söz verməm. Bəlkə qalxdı. Ben sağ ol. Səs qalsın. Ben de hem şey burada. İçkili başa verilən söz. Sessiz sağ. Oraya niye koymuşsun? Evet. Ayşe mən çək, taşı. Gel, elə demədim. Boşa vermə. Yəni Samir qaç çəkək. Mən də biz hazır versən bir şey da mən deyim. Mənim sağ ol, Allah sana var olsun. Sən o cür olsun, ürək istədiyə qədər masada bir qismət edilsin. Sən ona layiq insansan, sən bizim həqiqi şahımızsan. Qohum məqrəbəsində mənim yenə deyirəm, Nurla dəfnə söylədim, ən çox sirata tərəf olsun, istiyorsan ən çox gəldim ev vur olur. Hətta o sənin səmiyyətinə görə olur. Çünki sən yaxşı insan olmuşsan, qonaq qabiliyyən olmuşsan, Allah səni var eləsin, Allah sənin böyrükdən əsin eləməsin. O gün olsun, inşallah balaca qaqaşımız da toy edək inşallah. Allah qismət eləsin. Sağ ol mənim. Var ol, sənin sağlığın olsun. Öpürəm səni. Sağ ol. Sağ ol. Vəzərisiz Ayşə nə qədər vəzər verir? Əbədi qədər vəzər.
Bir dele, bir dele. Ben seni. Orada seni yakalamayacak. Bir dakika. Bundan. En başı bizim hamımız. Hamid əmi bizim əziz əmimiz. Sənə qurban olaram. Allah canını sağ eləsin. Səni Allah Taala böyüklükdə nəyisə eləməsin. Hamımızın çiyinlərində sənin böyük yükün var. Mənim həmi əmim olub, həmi qardaşım olub, həmi dostum olub. Həmi də otaq yoldaşım. Həmi də atamın qardaşı olub. Canım mənim. O vaxtı Papa Gülçürdəmirdə qalırdılar, mən burada oxuyayım. Hə, bir otaqda qalırdım. Komşum səni ona umud olublar. Ben sen ayağın arasında 4 yaş var. Hem bal yok lan. Sanda bir şəkil var, papa şəkil var. Həmişə Ayak sağlam yağlı. ol. Bunun ne vardasa Cennete. ayak yağlı. Ben tutursan belə, ama deyir ki, papa səni doğradım ki, deyəm, sən düşməyəsən, sənə bir yerdə çəkib o şəkili o vaxtı. Hə. Baktım ki ayağımda maske yok da ayağımı sevmem. Kapımda ayağımda sevmem. Allah razı Şəkil. Al kucağımda çözmüş alayım. Var ola. Allah hamıza Allah can səni sağlığı. böyüklükdə nəyisə eləməsin. Allah həmişə sizə xeyir işlər versin. Amin canım. Hamımızın çiynində böyük haqqım var. Haqqı halal etsin. Sağ ol. Sağ ol. Əmi oğlum. Əmi oğlum. Ay əmi oğlum. Bu sağlıq şey bəzəri ilə alınan söhbət. Böyle söhbət. Sen de sonra dedin. Buna bak, ben bir söz diyeyim. Yox, özü turub. Turup. Turub yekəsin. Cazası var. Cazası. Bir kurtum da olsa sağla söz edemez. Polisler oradayım. Siz yoksun. Benim için ben sence. Olmaz. Ben işlemem istiyorum. Kiracım üçün götürməm sən atız ol. Yox, üçün götürməm sən. Yox, mən bilmirəm baxıram. Hə, yox, mən götürməm. Ayağı yanına götürməm. Allah'ım yolum. İlk dəfə də kazanır. Bunu düşənmədim. Maaşı keçdi. Deyəm az, sen yalanla benim yanında düş söhbətlə ki, mən söhbət yerində işləri yaşayıram. Qadın ol, ana, sən sən Yaxşıca uzandım orada, sənə baxım, axı sənə baxım. 51 masada Ben uzatmam, çıkarsam. Şəhər savunma. O şəhərdə başlayacaq. Şu sən doktora qalacaq məsələyə arvatan. Şehir Sovyeti'nde. Soğlamışım, gücü soğlamışım. Ben desem sen. Qəhrəman da düşür. Derneğin okumuşum. Bir ayda düşər olsa, bir qar Ben bunları kaplar yerim. Bir tonla gezlerim. Altında alım yapılacak. Benim kazana bir soyum. Hele boş kaplar. Gəncədən gələnlərsiniz. Ağzı sınavına. Aşağı baştan gelenler için. İçmemişim bu çünkü. Evine gelmek kiminden mi yapacağım? Ne oldu? Ben de olayım.
Bir şey hamımız elə münasibətlər birində olur. Səfa da bizim böyük qardaşımız kimi, Allah rəhmət etsin, Telman kimi, Davud kimi bizə yaxın bir qardaş olub. Həmişə əmlərimlə də hörmətli olub, bizimlə də. Səfa bir kəlmə yəqin ki, xanım da nəsə demək istəyər. Səfa bizim qardaşımızdır, Allah'ın varlığı. Ben tebrik ederim. Ben getirdim Allah'ım çok güzel, xoşbəxt ben desem ki sen kimi qonşum. Bir əmi kimi həmişə ehtiyac olundan məsləhət almışım. Hər şeyi səndən öyrənmişik, bir böyük kimi. Sağ ol, çox sağ ol. Səndən 100 yaş arasında sağlam ömür olsun. Allah xeyir olsun, çox mehriban olacaq. Səninlə fəxr edirik. Sağlam ömür olsun. Amin Allah. Əsas olsun. Eko. Haycan. Səs yazmıyorsan. Ya zapse ilə gedir. Mən sildirməli bir şey yoxdur. Hayır o hiç. O birlər qorxsun. Zalzalıq deyən görməklər. Mama. Yuxarıya üz. Bir dəqiqə sakit durun. Ha elə, sən başla. Mən də Hamid sənə uzun ömür, can sağlığı arzulayıram. Dəniyə. O aferin. Ha, de gəlsin. Mən də sənə Hamid uzun ömür, can sağlığı arzulayıram. Belə səni Allah başımızın üstündən əksik eləməsin. Döşündə ağ tüylər bitirsin. Hamımızın zəhmətini çəkənsən. Hamımıza arxa dayaq duran sənsən. Allah belə sənə can sağlığı versin. Uzun ömür versin. O gün olsun emişin də məclisin rahatlıqla yola salasan. Ona da gəlin gətirsən. Sağ ol, çox sağ ol. Kartı atarsan hörmət edəcək. Can sağlığı. Bu sözlərə biz də qoşuluq, həmçərə qoşuluq. Bundan sonra nə qədər yaşar, sağlam ömürlü yaşar. Allah səni heç necə möhtaç eləməsin. Nə oğlan, nə qıza nə gəlir. Sağlam Ana. Mən də böyük arzularla Hamid qardaşımın ad günüsünü təbrik edirəm. O gün olsun ki 90 yaşını keçirdək inşallah. 90 yaşını keçirdək, yemişin soyunursan, Allah sənə can sağlığı ediyoruz. Xeyirli ömür versin. Sağlam can versin inşallah. Batara qoydu ki, gələcək. Sağ ol. Əminə xala, bir də Sevdə xala. Əminə xala. Uşağı götürün aparın bir dəqiqəlik. Elnur Bəqaş. Ay Allah, ay Allah. Pajarını başladı. Oranı bir dənə. Bir də. Hə. Əminə xala. Mən də Hamid müəllimə uzun ömür, can sağlığı. Nətər deyirlər, balaların üstündə həmişə daima olsun. Balaların həmişə xoş günlərini görsün. O gün olsun belə bir məclis emişsində yığılsın. Emişin də toyu sağ-salamat, öz ürəyi istəyən kimi yola salsın. Qaydasına qoysun, belə 100 il yaşasın. Amin inşallah. Təbrik edirəm, can sağlığı arzulayıram. Uşaqların nəvələrini xeyir işində iştirak edirsin. Can sağlığı. Allah razı olsun. Sağ ol. Mənə bir ki meymun oxşur. Meyvun mu? Ona belə dümbülcək. Ay! Ram! Mən sənə minnətdar. Həm telefonla danışır, həm qab yuyur. O fantadan kolona verdi. O fanta. Amin.
Hamdan mən də sənə təbrik edirəm. Allah sənə uzun ömür, can sağlığı. Bitmirlər daha. Sağlam yaşayasan, can sağlığı ilə. Nəvələrin toy görürsən, Allah qismət eləsin. Allah səni böyükdən əsir eləməsin, əsir eləməsin. Mən də bütün sağlıqlara qoşuluram. Can sağlığı. Sağ ol, sağ ol. Əlavə teziz. Bir işlədim orada, o birində Fərvizin üzünü görmədim. Fərvizin dizi dəymiş, dizdən aşağı bir sümüyü dəymişdi zaten sütunun tininə. Sümük zədələnmişdi. O birində Fərviz xəstəxanada idi Bakıda. O birində mən Fərvizin üzünü görmədim. Əsma da onu gizlədir. Mən o biri, o ailənin üzvü olmuşam. Həqiqətən Əsma müəllim mənim. Elə bir ki, yeməyim də, çayım da, Allah hər kimə rəhmət edəsin. Üçünə daha doğrusu nənə də vardı, sağ idi. Amma Pərvizi görməmişdim. Tövbə görməmişdim Pərvizi. İndi səhabət görürdüm, bağımı görürdüm. Qızlar da biri köçmüşdü, olmuşdu da sonradan köçdü. Hamısın tamam mı? Bir ailənin üzüydü. Yaxşı ki, vaxt görməmişsən, yoxsa elə mən verməsəydim. Niyə apı? Mən gözləmə savunu dedim. Kimdə qaldı? Fərvizi biz almışıq. Bax da üzünə deyirsən. Hərbət deməli. Onun düz deyir. İlhamanı ona mən yöndürüm. İlhamanı Mən bilirəm nə deyirəm. deyir, duası bilməm verirəm. Çünki mən o ailəni tanıyırdım. Mən bilirdim ki, Pərviz kimdir, nəsil kimdir, üzün görməmişdim, uşaq var. Sonradan görmüşdüm. Yalanlığım mən deyirəm. Yanılmamışam. Allah tərbiyə mən də oğlum. Düz seçimlərdə birincisi bəlkə də olur. Qardaşım. Sağ ol. Ailə, Arada bir şeylər kəsirsən. nəvələrin. Şükür Allah'a da nəvələrin. Rəhbər Babasan. Allah evlərində ben uğraşıyorum. Şükür babacı zaten şimdi biz uşaq Rəhmətli Cavit müəllim də gəlirdi bunların yanında. Cavit müəllim maraqlıydı, həmişə ağsaqqalları dindirirdi keçmişdən zaten. Bu Şükür baba da o kadar çox istəyirdi Cavit müəllimi. Uzaqdan görür ki, gəlir. Cavit müəllim də biraz ağır yetişdirdi. Yaxınlaşanda bir daha Kürən deyirdi ona. Bir daha Kürən biraz tez gəldi. Dedi ki, ne oldu? Gəl də darılmışam sayısı. Dedi ki, niye böyle yavaş yavaş gelirsən? Dedi ki, benim gelişim bitir. Dedi, yoxsa sen neçə yaşında? Dedi, 50. Deyən görək. Dedi, sən bu haqda. Adam bilməz Kürən, sən 50 yaşın, sən onun deyil. Mənim qucağımda uşaq olur. Sən bir Allah haqqında yaşın. Dedi, onda mən yaşım 200'ü keçib. Şimdi ben Pərvizin nənəsi var. Bundan demək 200 keçib. Hər olsun. Allah razı olsun. Oğlum mən dəsmalımı götür. Sən sağlam yaşasan. Aslında o öyle bir şey. Sen halal eləcə nə? Halal Əmin anlaşdı dedi. Sen de savur yanına bayaktan çıldırdın. Gel. Sen ürəyim qalxdı. Değil mi? Ayım. Değil mi? Şamız var. O bir kan da değil. Bu benim değil. O bir kan. Canmazı nasıl bilmem. Ben dedim özüne. Özünə alınmır. Buradan kulağa kadar göbeği olur. Ben danışsam, gel, burada Ha,
Heyelanlı gibi söylüyorsun. Allah ona can sağlığı versin. Allah ona böyle bizden əziz eləməsin. Həmişə o vaxt belə məclislərdə otursun, xeyir dualar versin. İnşallah tezliklə də onu elçiliyə aparır Allah. İnşallah. Amin. Sen için demiyorum, onun birine bir Bilmiyorum baş. Onun varlığı var, əlindən əziz eləməsin. Onun haqqı boynunda Onu saçı bizim. mümkündür. Fikrimizi yayındırırlar. Bu yaşını en kişisi yap. Demək olar ki, heç nəsi yap. Yani o uşaqlarımı itirmişəm. Allah hamısına rəhmət etsin. Ama bunlar öz yerində. Ben bu əhval dəyişmək istəmirəm. Allah onların hamısına rəhmət etsin. Şahpənəyi hamımız tanıyırdıq. Qaza baxırdı, tanışlarıydı. Şahpənəyi Allah rəhmət etsin. Ben Şahpənəyi çox istəyirdim, həqiqətən. O da məni çox istəyirdi. Köhnə evimiz idi, köhnə evimiz idi. İlk otaq idi, bir dənə açıq balkon idi. Şahpənəyi də gəlirdi, qaz pulu 2 manat idi. Nəsə, o da mən çox istəyirdi, yəni bilmirəm, yox, nədənsə. Bu həmişə abed vaxt gəlirdi bizi tərəflərə, mən də məktəbdən o vaxt gəlirdi. Bir neçə dəfə oturub çörək deymişik, bir dəfə lap araq qoydum, sonuçda bu samagondan, cündaraqdan. Dedim, Şahpənək göbələk pişiriblər evdə, nətə deyir, öyləm göbələkdən ötər. Nəsə, Allah rəhmət etsin, rəsimə süfrəni aşağı gətirdim. Balaca bir balkon idi, 2 dənə otaq vardı, elə kuxuna döyüldü də, yəni o da balkon başında. Bir sağlıq mən dedim, bir gün köçdük. İkinci sağlığı Şahpənək deyəsi oldu, dedi ki, qalxız dedi ki, Allah ölenlere can sağlığı versin. Hala içməni istəyirdim. Gedi bir aleme dedi. Rəsmə girdi içəri. O girdi içəri, mən də gülməkdən güdən sağladım, qoydu elə dedi ki, müəllim mən dayışmıyorum. Ben Şahpənəkdə günah görmürəm. Sən bu çətin alan iliksildir. Bu içkidir. Sen ona ne vermişsən daha? Allah hamısına rəhmət eləsin. Mən onu demək istəyirəm, mən daha bax, mən dayışmıyorum. İstersen ama öyle bir durum. Tamam abi. Allah hamısını sağ olsun. Şapını da kaldı. Tortu tərs tut da. Üzü yerə. Malades sana. Tərslə fırlatma. Aslında bunlar alınıblar. Foto sesyon. Ütü ilə çəkirəm qaqa. Bütün yansımasınlar da. Nətər imiş, yerdə pal-paltar düşməsin. Nə hansı onlar? Hə, bu tərəf seçən. Hə, bura. Yaxşı, tamam. Düşməyəcək, gülüşümü düşürdü. Demirik, söz də deyirik. Hakan bazımızdan bir yerde sana ilah sözlerin diyor. Hiç yere. De görün. Tebrik ederim Aykut. Enteresanlardan biri sen olmalı. Bak güzel sözler değildi ama yine de değilesin çok güzel sözler varsa. Belə bir sual verirlər ki, dünya 2 dəfə gəlsən bu sənəti seçərdin, bu sənət haqqında. Və dünya 2 dəfə gəlsəm yenə şeylə bağlı olanı seçərdim. Sağ ol. Sağ ol, var olasın. Aytam Hacı de gəlsin. Şeyini getireceğiz. Yok idim burada. Allah can sağlığı versin. Böyükdən əsir olmasın. En büyük dayağımdır. Herkes çok güzel sözler işletti. Ben yani bütün qohumlar əmi deyəndə, yəni qürurla deyir ki, əmim. Mənim də Allah əmilərimə rəhmət eləsin. Bütün dünyadan keçənlərimizə rəhmət eləsin. Atam mənim həm anamdır, həm atamdır. Bütün varlığımdır. Əsir olmasın.
Get, Ayşe get dallarıca. Burak temizleri. Koş gelsin. Biraz ses. Hemşire yandırdı ki. Kısa evi yandıracağım. Gelen oluyor ben de yandım. Şimdi burada kaplan gözle Bıçaktan ehtiyatlı, bıçaktan ehtiyat. Emiş. Sevilir konalar, bu meclis ne güzel Ayşe, baba seninle. Ayşe. Ayşe bir şey saklasın. Şu bıçakları götürün, bıçağı uzaklaştırın. Eləmə daha, bıçağı verin. Demiş bıçağı götür geçsin. Bir şeyler götürebilirsin. Verin mənə, bunu verin mənə. Bunu da götür. Elə bil. Sən şunu tutun belədir. Pis yerə keçmişəm mən. Gəlsin xələt versin. Xələt verməsə boş qapılar qoymayasın. Sən mənə verir, mən sən yer. Mən boş qapılar deyəm, buyurun versin. Boş qap istəmirəm, qalsın əlində bir həftə. Xəbərləri olar. Görəm kamera seçinə məzər verirlər, qabzənə. Da özü təzəvvür elə də. Moru sənə verirlər, yeməlini. Hə, valla. Telefonda dəyişəbilirəm. Bu iş 5 tane var. Kim çəkir? Sən çək oradan. Axır elə ondan çəksin, ola bilər. Həmin eşək çətimə 10 manatdır. Ayşə çək, hə sən. Məndə fotoğraf. Ayşə sən sələmə yürüyorsun. Ayşə. Gülün. Hayran ispatına. Dur da. Ay mama. Keç orada. Üst düşürəm.
Bak bura. Emişdəlik çəksən, bördəyə düşür. Rəqs bacı. Mama baxın da mama. Gözdə toz var, rəqs bacı baxın. Hə, bax, deyə güldüm. Sən Şu, əla. Bahar olmasın abi. Şu. Neçədən çıxardım? bir də çat vurarsan kəndini. Deməli, bugün 26 mart 2026-cı il. Hamid Əminin ad günüdür. 70 yaşı olur. Bu videonun çəkilməsinin əsas məqsədi, əsas məğzu idi ki, mən 1996-cı ildə doğum günü ilə bağlı bir videom var və bu videoya baxanda həqiqətən insan belə deyim, maraqlı bir hisslər keçirir. Çünki böyük bir stoldur. Məsələ bu, içəridə olan stol kimi bir stoldur və bütün ailəmiz, bütün Qəniyevlər oradadır və Qəniyevləri sevənlər oradadır. Bütün ailəmiz oradadır. Və çox sevindiricidir ki, o insanların yarısı o vaxt uşaq idi və indi artıq onlar bu məclisi aparırlar, idarə eləyirlər. Düzdür, o dövrdən bugünə sadəcə xatirə olaraq qalan insanlar da var. Əmilərimiz var, böyüklərimiz var, dəyər verdiklərimiz var. Amma təbii ki, onlar bugün sevinirlər. Ruhən sevinirlər, çünki bu məclisi həqiqətən ən böyük dəyər verilən hissəsi budur. Çünki bugün yenidən o xatirələr canlanır və yenidən o ailə bir araya gəlir. Həmin orada olan dəyərli, bir sözlə itirdiyimiz bəzi insanların artıq övladları buradadır, nəvələri buradadır və burada iştirak eləyə bilməyənlər var, hansı ki, gələ bilməyənlər və yaxud da ki, qəlbi bizimlə olub, bir sözlə burada olmayanlar. Və bəlkə də bir 10 il, 20 il sonra, bəlkə də nə bilim 50 il sonra, 60 il sonra biz də bir xatirəyə çevriləcəyik və bizdən sonraki nəsillər bu videonu çəkəcəklər və bizim övladlarımız bu videonu çəkəcəklər. Ona görə bu video həqiqətən də çox dəyərlidir mənim üçün. Yaxşı ki var, yaxşı ki varıq, hamımız yaxşı ki varıq və yaxşı ki olmağa davam eləyəcəyik. Yaşasın Qəniyevlər, yaşasın bütün nəslimiz, bizi sevənlər, bizə dəyər verənlər. Həqiqətən də çox sevinirəm. Əmmi də inşallah uzun ömürlü olsun, çünki bizim həyatımızın baş tacı odur.